Salam, Allah'tan hər bir evə ruzi bərəkət arzu eləyirəm. Mən bugün zavarnoy krem hazırlayıram. Onun üçün mənə lazımdır 1 litr süt, 1 stəkan şəkər tozu, 2 qaşıq nişasta, 2 qaşıq un, 100 qram kərə yağı, 1 yumurtanın sarısı, 1 vanil. İndi isə kremimiz üçün əvvəlcə südümüzə 1 stəkan pesoq əlavə eləyirik. 2 qaşıq nişastamızı əlavə eləyirik. 2 qaşıq unumuzu, 1 yumurtanın sarısı, vanilli saxır da əlavə edirik. Soyuq halda yaxşı qarışdırır. Unumuz və kraxmalımız həll olandan sonra qazın üzərinə qoyur, bişiririk. Artıq kremimiz göz-göz olur, vanilini əlavə edirik. Qazı söndürdükdən sonra yağını əlavə edirik. İndi isə kremimizin tamamilə soymağını gözləyirik. Soyduqdan sonra 1-2 saat xaladenikdə saxlayırıq.